Salam. Bunu görəndən sonra uşaqlarınıza hələ də mağazadan satılma yoğurt almaq istəyirsiniz? Əminsizmi? Həqiqi yoğurtlar da verir bu arada demiş olun. Rəngini burada çəhrayı göstərir. Kamera ağ göstərir. Normalde çəp çəhrayıdır. Bunun için ne vurmuşam? Çeyrək vurmalısın aslında. Ben de çeyrək yok idi. Çeyrəklə hazırladım. Onu yedim. Ama bunu soyuttum. Bu ayrı bir şeydi. O ayrı bir şeydi. Neyse. Peso. Yani qatıq da normalda. Gilaların tumun çıxardıb sıkı doğrayıb atırsınız. Gilas yani gilas. Tumun çıxardıb sıkı atırsınız içine. Sonra isteğe geldi. Mesela 3-4 meyveli de eləyə bilərsiniz. Ben bir meyvelerden danışıram. O da gilanlardan. Gilanları doğrayırsınız veya hansı meyvəni kullanacaqsınız. Son doğrayırsınız sıkı qatığın içine əlavə edirsiniz. Sonra üstüne bir bu kaşık var. Kaşığı görürsünüz. Bu eyni kaşık boyda olmalıdır. Yoksa şeydir, qıcqıracaq bu qatıq. Əlavə edirsiniz peso. Bundan bir kaşıkla bir. Sonra bunu qoyursunuz donmağa. Bir 20 dəqiqə, 30 dəqiqə donur. Artıq yox, artıq donsa məhv olacaq məhsulunuz. Bu arada bilmiş olun ki rengi burada səhrayıdır. Videoda nəsə ağ göstərir. Dadına gözünüzün qabağında baxacağım. Bunu soyduğunda daha qışı olurmuş, bilmiş olun. Bir damcı yerə dağıtmış ola bilərəm. Bir damcı oldu, bir çıqqın. Neyse. Çox da qışıq dadı və çox qışıq rəngi var. İnanın ki, gəzmək gəzirsiniz. Sadəcə uşaqları kiməsə qonağa gedirsiniz, evdə hazırlamaq deyil təkcə. Qonağa gedirsiniz, qonaqlara bu yoğurtdan hazırlasaz, yəni pulvu çıxmır. Evdə olan meyvələrlə. Bunun sabah bananasız adını da eləyə bilərsiniz siz. Mən bugün gilaslı elədim. Bananı üyüdür məncə əzin yəni içine alabilirim. Çünki yaxınlarda bu videolara ihtiyacımız olacaq. Uşaqlarınız dəqiqə başı yoğurt istəyib pulunu çölə tökəndə. Baxın rəngə. Əsl yoğurt olmasa axmaz. Baxın axır. Axır mı? Axır mı? Axır mı? Axır mı? Axır mı? Axır. Baba göstərin. Axır mı? Qatıq deyil mi axan? Axır. Axır mı? Axır. Çok qışıq durur. Rəngə baxsaz öləcəksiniz yəni. Renk tam pink, pembe. Burada pembe göstərir, burada ağ göstərir. Bilmirəm niyə. Şimdi yaxınlaşdırma edəcəm, uzaqlaşdırma. Uzaqlaşdıranda ağ bak göstərir. Belki hayat onu göstərdi, bilmirəm niyə göstərir. Nəysə. Sağ olun. Deyəm mən bu yoğurtu yiyeyim. Dadımı bildirəcəm axırda yenə. Dedim sən axıra saxlayıram ki, bir damcı oynayam. Belə qaşıqla bəlkə kimi oynayım rəngini görəsiz, amma damcısı da qalmadı. Qabı sivirdim. Nərsiz qabı sivirdim bu qaşıqla. Düzdür, bu qabda hazırladım, çıxıl oldu. 3 qaşıq tutdu bu qaşıqla. Normal bu qaşığıyla 2 qaşıq tutar Allah bilir. Amma böyük qablarda hazırlamaq dəyər. Ama yine de başa siz beğenmediniz. Benim zevkumdan inanılmaz zevkuz. Ama hiç böyle bir şey de hazırlayayım. Sonra böyle kabloları keseceğiz. Sağ olun. Görüşene kadar.